1, 2, 3. Dubl 2. Dubl 3. Yenidən. Hər kəsin evində internet problemi olur və çoxlarımız ya modemi günahlandırırıq, ya da ki, provayderi günahlandırırıq. Lakin provayderi günahlandırmaqdan öncə evin içindəki problemləri özümüz araşdırsaq, bəlkə də işin 50%-ni görmüş olarıq. Bu videoda provayderə zəng etməzdən öncə evdə nələr etmək lazım olduğunu göstərəcəm. Öncə deyim ki, yəni provayderlərlə də problemlər olur təbii ki və hamımız bir-birimizdən soruşuruq ki, bəs mənim provayderim interneti çox zəifdir, qırılmalar olur tez-tez və il ərzində bəlkə də 2-3 dəfə provayderi dəyişməyə məcbur oluruq. Lakin görürük ki, heç birisində bir effekt vermir. Amma ilk öncə provayderi günahlandırmazdan öncə, yəni evdəki modemə bir baxış keçirsək, görərik ki, həqiqətən də evdəki problem həll olunandan sonra ümumi internetimiz düzəlmiş olur. Birinci səbəblərdən birini deyim sizə. Gərək hər bir kəs evdəki modemi bir neçə gündən bir də olsa söndürsün. Daha doğrusu 10-15 dəqiqəlik söndürsün. 10-15 dəqiqə söndürdükdən sonra yandırırsan və yoxlayırsan. İnanın ki, çox işimizə yarayacaq bu. 10-15 dəqiqəlik fasilə bizim internetimizin stabil olmasına gətirib çıxaracaq. Bəzən görürsən ki, telefon və yaxud da televizor Wi-Fi-ya qoşulmur. Ümumiyyətlə qoşulmur, Wi-Fi-ya qoşula bilmir. Bax, bu 10-15 dəqiqəlik fasilə. Daha sonra nə deyə bilərəm? İkinci məsələ modemin köhnə olmasındadır. Modemin köhnə olması da bu tip problemlərə gətirib çıxarır. Dövr dəyişir, texnologiya sürətlə inkişaf edir və köhnə modemlər yeni standartlara cavab verə bilmirlər, uyğunlaşa bilmirlər deyə onlarda bax belə bir problemlər yaranır. Yaxşı olar ki, əgər modeminiz köhnədirsə təbii ki, onu yenisi ilə əvəz eləyəsiniz. Və bəzi hallarda da modemdəki sistem yeniləmələri ilə bağlı olur. Sistem yeniləmələri etməyəndə də bax bu tip problemlər yaranır. Gərək sistem yeniləməsini də etmək lazımdır. Baxırsan, məsələn, modemi almısan 2 il öncə və yaxud da 1 il öncə və bu müddət ərzində 7-8 dəfə, bəlkə də 10 dəfə belə deyək, şirkət sistem yeniləmələri edib, amma siz onun heç birisini etməmisiniz. Yeni sistem yeniləməsi çıxanda avtomatik olaraq köhnədə bax belə bir sıxıntılar yaranır. Ona görə də onu da etmək vacibdir. Düzdür. Yəni bunu hər bir kəs bacarmayacaq, amma indiki uşaqlar hamısı IT-şnikdir. Onlara desəniz, onlar bir yolunu tapıb düzəldəcəklər. Sistem yeniləmələrini edəcəklər. Daha sonra evdə televizor və yaxud da kompüterlərinizi, yəni əksəriyyətimiz Wi-Fi ilə qoşulur. Yaxşı olar ki, həmin televizor və masaüstü kompüterinizi internetə kabel vasitəsilə qoşasınız. Yəni birbaşa kabel televizordan və yaxud da kompüterdən modemə getsin. Bu halda da yəni bu problemlərin qarşısını almış ola bilərsiniz. Və dördüncüsü, ən vacib olan məsələlərdən biri isə Wi-Fi şifrəsinin hər kəsə verilməsidir. Qonşuya verirsiniz, dosta verirsiniz, tanışa verirsiniz. İstər-istəməz elə bir nəfərə, evdən kənar bir nəfərə versəniz, kifayət edir ki, o Wi-Fi şifrəsi yayılsın çox adama. Və istər-istəməz də eyni anda çox adam modemə, Wi-Fi-yə qoşulanda modem lazımından artıq yüklənir və bu tip problemlər yaranır. Bəlkə də qonşuya vermisiniz, qonşunun kompüterinə virus düşüb, misal deyirəm. Heç özünün də xəbəri yoxdur və interneti öldürə bilər. Və yaxud da torrentdən nəsə yükləyə bilər, ağır fayllar, onda da ümumi internetin zəifləməsinə gətirib çıxara bilər. Buna görə də Wi-Fi şifrəsini versəniz belə kiməsə,
onu mütəmadi olaraq dəyişin. Heç olmasa bir neçə aydan bir Wi-Fi şifrəsini dəyişin. Yəni bu qədər sadə. Bu problemləri deməli həll etsəniz, onda provayderlik artıq bir şey qalmaz. Deməli, mən video ərzində nəylər saydım? İlk öncə nə etmək lazımdır? Modemi 10-15 dəqiqəlik söndürmək lazımdır. Heç olmasa bir neçə gündən bir bunu təkrarlamaq lazımdır. İkincisi, deməli, modemin köhnə olub olmadığını və yaxud da sistem yeniləmələrinin olub olmadığını yoxlamaq lazımdır. Üçüncüsü, evdə kompüter və televizorunuzu birbaşa kabellə qoşmaq lazımdır. Dördüncüsü isə bir neçə aydan bir Wi-Fi şifrənizi dəyişməyiniz lazımdır. Əgər bu video sizin xoşunuza gəldisə, onda abunə olun. Növbəti videoda mən Wi-Fi şifrəsini necə dəyişmək lazım olduğunu sizə göstərəcəm. Sağ olun.